Salam əziz uşaqlar. Bugün mən istəyirəm sizə 4-cü sinif Azərbaycan dili və riyaziyyat fənnindən monitorinqlərə hazırlıq üçün olan bir test kitabçasını sizin üçün izahını verim. Burada gördüyünüz kimi birinci Azərbaycan dili fənnidir, ardınca isə riyaziyyat da var. Burada Azərbaycan dilinə aid 2 dənə oxuyub anlama var. Mən bunları çalışacağım, tez oxuyum ki, tapşırıqları işləyə bilək. Deməli, bir gün meşədə böyük və güclü bir aslan dərin yuxuya getmişdi. Uşaqlar, əksəriyyətiniz bu nağıl haqqında məlumatınız var. Sadəcə olaraq mən oxuyuram ki, sualları tapa bilək. Yavaşca yaxınlaşan bir siçan aslanın üstündə oynamağın çox əyləncəli olduğunu düşündü və qorxmadan onun üstünə çıxdı. Aslan uzun quyruğundan aşağıya sürüşərək əylənməyə başladı. Birinci cümlə, aslanların əzəmətli və möhtəşəm təbiətləri onlara müxtəlif mədəniyyətlərdə güc, cəsarət və rəhbərlik simvolu kimi yer almışdı. Lakin bir anda aslan oyandı və siçanı pəncəsi ilə tutdu. Siçan qorxmuş halda üzünü aslana tutaraq dedi: "Zəhmət olmasa kralım, məni yemə. Bir gün mən də sənə kömək edərəm" deyə yalvardı. Aslan isə kiçik siçanın ona necə kömək edəcəyini düşünərək onu sərbəst buraxdı. Bəxtin gətirdi, yeməyimi artıq yemişəm. Səni sərbəst buraxıram dedi. Günlərin birində aslan meşədə tək gəzirdi. Yolda irəlilədikcə ovçuların qurduğu bir tələyə düşdü. Tələyə düşən aslan çətinliklə qışqırmağa başladı. Nərildəyən aslanın səsini eşidən digər heyvanlar ona kömək etmədilər. Amma siçan heç vaxt unutmadığı və söz verdiyi köməkliyi göstərmək üçün dərhal aslanın yanına gəldi. "Kralım, sizi xilas etməyə gəlmişəm" deyə siçan dilləndi. Ovçular aslanı yuxarı qaldırıb böyük bir qəfəsə yerləşdirmək üçün kəndə getdilər. Siçan aslanın quyruğundan tutaraq yavaşca yuxarı çıxdı və qəfəsin ipini dişləyib qırmağa başladı. İpi dişləyərək tamamilə qıran siçan aslanı azad etdi. Aslan üzünü siçana tutaraq dedi: "Mənə kömək etdiyin üçün təşəkkür edirəm." Siçana gözəl bir təşəkkürünü bildirdi. Aslan siçanın cəsarətini görəndən sonra onun kiçik olduğunu, heç vaxt nəzərə almadığını anladı. Hətta düşünmürdü ki, bir gün bu kiçik dostu ondan daha da güclü olacaq. Daha sonra aslan siçanı öz yanında görüb ona dedi: "Artıq meşənin şəhzadəsi sənsən" dedi. Siçan təşəkkür edib ayrılmağa gedəndə aslan ona səsləndi: "Dur, hara gedirsən? Mənimlə oynamırsan?" deyə çağırdı. Siçan aslanın üzərinə çıxaraq onunla oynamağa başladı. Bu zaman ovçular gəlib aslanı tutmaq istəyirdilər. Lakin aslan böyük bir qışqırıqla onları qorxudaraq uzaqlaşdırdı və arxalarından güldü. O gündən sonra aslan və siçan bir çox macəra yaşadılar. Birlikdə çətin vəziyyətlərdən çıxdılar. Bir-birinə kömək edərək çox şey öyrəndilər. Siçan bir dəfə aslanın zəhərli bir böcəyi yeməsindən onu xilas etdi. Aslan isə siçanı meşədəki təhlükələrdən qorudu. Bundan sonra aslan və siçan çox yaxşı dost oldular. Meşənin hər yerində birlikdə oynadılar. Xoşbəxt günlər keçirdilər. Hər zaman bir-birinə kömək etdilər və ömür boyu dost oldular. Artıq bir-birlərinin həyatının ayrılmaz bir hissəsinə çevrilmişdilər. Aslan heç vaxt kiçik dostunu unutmurdu və onunla hər zaman qürur duyurdu. Siçan da aslanın gücünü və cəsarətini hər zaman təqdir edirdi. Birlikdə bir çox sir açdılar, yeni yerləri kəşf etdilər və heç vaxt ayrılmadılar. Gəlin keçək oxuyub anlama ilə bağlı suallara. Hekayənin baş qəhrəmanları təbii ki, siçan və aslan idi. İkinci, hekayənin sonunda aslan və siçan necə bir suallar düşməyib, üzr istəyirəm. Hekayənin sonunda aslan və siçan necə bir dostluq münasibəti qurdular. Deməli, burada variantlara baxırıq, təhqir etdilər, uzaq durdular, xeyr. Bir-birlərinə kömək edərək çox yaxşı dost oldular. Hekayənin ümumi ideyası nədir? Yəni, hekayədən çıxan nəticəmiz nədir? Güclü olanların zəiflərə kömək etməsi vacibdir. Xeyr, bu nəticə çıxmır. Yəni, keçək o bir səhifəyə. Zəiflər heç vaxt güclü olanlara kömək edə bilməz. Bu nəticədə çıxmır. Güc yalnız fiziki bacarıqlarda mövcuddur. Bu da deyil.
Dostluq və qarşılıqlı hörmət hər şeydən daha vacibdir. Bu mətndən çıxan nəticə doğrudan da bu idi ki, dostluq və qarşılıqlı hörmət hər şeydən vacibdir. Hekayədəki Aslanın bəxtin gətirdi, yeməyimi artıq yemişəm dediyi zaman hansı hadisə baş vermişdi? Aslan sıçanı yeməyə qərar vermişdi, amma sonra onu buraxdı. Doğrudan da belə idi. Aslan əvvəlcə sıçanı yemək istirdi, amma dedi ki, bəxtin gətirdi. Yəni, mən artıq yeməyimi yemişəm və səni yeməyəcəm. Onu buraxmağa qərar verdi. Burada isə bir dənə uyğunlaşdırmadır, biraz uzun uyğunlaşdırmadır. Baxırıq. Aslan sıçanı sərbəst buraxdı. Bura uyğun gəlir. Aslan sıçanı buraxaraq ona minnətdarlıq etdi. Bunun qarşısına 1 yazıram. 2. Sıçan Aslana bir gün mən də sənə kömək edərəm dedi. Sıçan Aslana yardım etməyə söz vermişdi. Buna görə də Aslana kömək etdi. Sıçan Aslanı xilas etmək üçün tələnin ipini dişləyib qırdı. Sıçan Aslanı tələdən çıxararaq onu azad etdi. Sonra 4. Aslan Sıçanı meşənin şahzadəsi adlandırdı. Bu nə zaman oldu? Bu Aslan Sıçanın cəsarətini görərək ona hörmətlə yanaşdı. Sonra Sıçan Aslanın üzərinə çıxıb onunla oynamağa başladı. Burada olacaq. Sıçan Aslanı xilas etdikdən sonra onunla dost oldu və oyun oynamağa başladı. 6. Sıçan Aslanın tələyə düşdüyünü gördü. Sıçan Aslanın başına gələnləri gördükdə ona yardım etmək qərarına gəldi. Deməli 1E, 2B, 3D, 4C, 5A, 6F. A variantı olur burada. İndi bura baxırıq. Burada nə deyir? Aslan Sıçanı hansı zaman meşənin şahzadəsi adlandırdı? Təbii ki, Sıçan Aslana kömək edərək onu azad etdiyi zaman. Hekayənin əvvəlində Sıçan Aslana yaxınlaşmasının səbəbi nə idi? Sıçan Aslana nə məqsədlə yanaşmışdı? Təbii ki, onun üzərində çıxaraq quyruğun üzərində oynamaq istəyirdi. Burada C variantı. Mətnlə bağlı doğru fikirləri seçin. Aslan Sıçanı tələyə düşəndə ona kömək etməyəcəyini düşündü. Belə bir fikir orada yox idi. Aslan ümumiyyətlə bu barədə düşünmürdü heç. Çünki o inanmırdı ki, Sıçan ona kömək edə bilər. Sıçan Aslanı xilas edəndə Aslan ona minnətdar oldu və onun meşənin şahzadəsi adlandırdı. Biri bu. Sıçan Aslanı yuxuda tapıb, xeyr, burada belə bir şey yox idi. Yuxuda tapmaq. Sıçan Aslanı xilas etmək üçün tələyin ipini dişləyib qırdı, bu düz. Sıçan Aslana kömək edəndən sonra Aslanla hirsləndi, belə bir şey yox idi. Hekayənin sonunda Aslan və Sıçan əbədi dost oldular, bu da düz. Deməli, üzr istəyirəm, hansı variantlar oldu? 2, 4, 6, B variantı. Aşağıdakı hadisələri hekayəyə uyğun olaraq düzgün ardıcıllığa düzün. Burada yenə uşaqlar bayaqki kimidir. Bunun davamı buradadır. Gəlin baxaq. Deməli, burada nədir? Aslan Sıçanı sərbəst buraxdı və ona kömək etmək üçün şans verdi. Sıçan Aslanı tələyə düşərkən xilas etdi və onu azad etdi. Sıçan Aslana bir gün mən də sənə kömək edərəm dedi. Aslan Sıçanı oyun oynamaq üçün çağırdı. Sıçan Aslanı kömək etmək üçün. Aha. Deməli, elə burada birinci olacaq. Niyə? Çünki Aslan Sıçanı sərbəst buraxdı və ona kömək etmək üçün şans verdi. Daha sonra Sıçan Aslana bir gün mən də sənə kömək edərəm dedi. Daha sonra Sıçan Aslanı tələyə düşərkən xilas etdi və onu azad etdi. Sonra Sıçan Aslana kömək etmək üçün onu tələdən azad etdi. Eyni mənaları verir. 4-cü, yox 5-ci deyil, Sıçan Aslanı azad etdi. Sonra oyun oynamaq üçün çağırdı. Sonra nə baş verdi? 7-ci, Sıçan Aslanın üzərinə çıxaraq onunla oynamağa başladı. Aslan Sıçanın kiçik olduğunu düşünərək onu qiymətləndirdi. 8-də isə Aslan meşənin şahzadəsi olan Sıçanı təbrik etdi. Deməli, burada uşaqlar 3-dən başlamaq lazımdır. Çünki Sıçan Aslana bir gün mən də sənə kömək edərəm dedi. Yəni, birinci bundan başlayacaq. Daha sonra isə Aslan Sıçanı sərbəst buraxdı və ona kömək etmək üçün şans verdi.
Daha sonra isə sıçan aslanı tələyə düşərkən xilas etdi və onu azad etdi. Deməli 3, 1, 5, 2, 6, 4, 7, 8 A variantı. Sonra Venn diaqramında uyğunluğu tapın. Aslan sıçanı meşənin şəhzadəsi elan edir. Sıçan da ipi kəsir və aslanı xilas edir. Və ortada nə baş verir? Onların dostluğu yaranır, qarşılıqlı köməkləri baş tutur, qarşılıqlı yardım, baxın burada variant var. Qarşılıqlı yardım və hörmətə dayanan bir dostluq qururlar. Nəticədə bu baş verir. Nömrələnmiş cümlələrdən hansı cümlə mətnin məzmunu ilə üst-üstə düşmür? Gəlin baxaq. Uşaqlar, burada mən bayaq da oxuyanda yəqin siz hiss elədiniz ki, burada aslanın əzəmətli və güclü olmağı haqqında cəsarət simvolu kimi yer almışdı. Bu mətnin ortasında bu hissə uyğun gəlmirdi. Yəni mətnin davamını sanki pozurdu. Bu ayrı bir abzasdan verilmiş olsaydı, ardıcıl olmasaydı bəlkə də mətnin məzmunu ilə üst-üstə düşərdi. Amma indi isə o mətnin məzmunu ilə üst-üstə düşmür. Ona da görə də üst-üstə düşməyən birinci, yəni cümlə A variantıdır. Uyğunsuzluğu müəyyən edin. Burada baxaq görək nədir uyğunsuzluq. Alqış, qarğış, əziz, hörmətli, bunlar yaxın mənadır. Gödək, qısa, yaxın mənadır. Ayrı, başqa. Bunlar üçü də uşaqlar yaxın mənalıdırlar. Əziz, hörmətli, yaxın məna, ayrı, başqa, yaxın məna, gödək, qısa, yaxın məna. Amma alqışla qarğış isə əks mənalı sözlərdir. Deməli, bunu seçirik burada. Üç eynidir, biri fərqli. Yalnız isimlərdən ibarət olan bəndi müəyyən elə. İşlək, necə, bu sifətdir, bunu keçdik. Əkinçi uyğun gəlir, yaşıl, bu sifət, bundan keçdik. Avtomobil, qanad, çiyin. Bunlar üç dənədir, nə suala cavab verən isimlərdir. Burada isə əvəzliklərdir. Doğru cavab C variantı. Hansı cümlədə sıra sayı işlənib? Sıra saylarını yəqin ki bilirik, burada yoxdur. Burada 6-cı var, burada 3 gün sizi çaşdırmasın. Bu adi miqdar sayıdır. Bizə isə sıra sayını istəyir. B variantı. Verilmiş cümlələrdə altından xətt çəkilmiş sözlər, söz zərfdir. Hansına baxırıq? O əhvalatı mən eşitmişəm. O əhvalat nədir? İsimdir. Cavid Mingəçevirdə, harada bu da isimdir, gördüyünüz kimi. O məlumatı diqqətlə oxudu. Burada diqqətlə zərf götürəcəm. Burada Camal bacısına soyuq su verdi. Bunlar ikisi necə sualına cavab vermiş olsa da, zərfin xüsusiyyətləri nə idi? Zərf ancaq feilin yanında olan zaman, yəni feilin necəliyini bildirən zaman, necə sualına cavab verəndə mən o zərf götürdüm. Burada suyun soyuqluğudur, yəni ismin necəliyini bildirir. Burada isə oxumağın, yəni hərəkətin, feilin necəliyini bildirir deyə mən C variantını götürürüm. Burada uşaqlar bir dənə də böyük oxuyub anlama var. Amma gördüyünüz kimi mənim səsim heç də icazə vermir ki, mən belə böyük mətni oxuyum. Bu necə eləyək? Deməli, burada söhbət nəydən gedir? Gəlin baxaq. Burada söhbət gedir avtomobildən. Məncə siz burada nə edə bilərsiniz? Mətni saxlayarsınız, videonu saxlayarsınız. Mətni özünüz üçün götürüb oxuya bilərsiniz. Mən saxlamışam, baxın belə sizin üçün rahat. Mətni oxuyub bitirdikdən sonra isə suallara keçə bilərik. Çünki mən bu mətni oxusam, səsimdə problem var, ümumiyyətlə səsim tutulacaq. Mən digərlərini rahat sizə izah edə bilməyəcəm. Çünki qarşıda hələ riyaziyyat monitorinqimiz də var. Deməli, bunu oxuyursunuz. Mən şagirdlərimdən monitorinq testlərini yoxladığıma görə artıq bunu işlətmişəm. Onlara təbii ki, onları işlətmişəm deyə burada artıq videonun izahını verirəm. Və onları işlətdiyimə görə artıq burada doğru cavabları sizinlə bölüşəcəm. Siz mətni yəqin ki, ya saxladınız, oxudunuz, ya da skrin elədiniz, özünüz üçün oxudunuz. İndi keçirik nəyə? Suallara. İlk mexaniki avtomobil hansı ildən başlayaraq yaradılmışdır? İlk dəfə yaradılan 1769-cu il. Burada da variant B variantı olacaq. Benz patent motorvagen avtomobilinin maksimal sürəti nə qədər idi? Burada 10, 12, 16, 20-dir. Burada da biz görürük ki, burada var idi. Baxın, 16 kilometr sürətlə.
variantımız C variantıdır. Burada sual var. İlk avtomobilin əsas məqsədi nə idi? Uşaqlar, ilk avtomobilin əsas məqsədi burada ağır topların daşınmasını asanlaşdırmaq idi. Və burada da B variantı. Henry Ford avtomobil sənayesində nə ilə məşhur olmuşdur? Burada digər variantlara baxırıq. Həmin o insan uşaqlar istehsalat xətti texnologiyasının tətbiq etməsi ilə məşhur olmuşdur. Mətni oxumuş olsa da özünüz də biləcəksiniz ki, doğru variant odur. Mən bir də qayıtmıram. Karl Benz tərəfindən 1886-cı ildə patentləşdirilən avtomobilin adı Benz patent motorvagenidir. Adından da göründüyü kimi. İlk avtomobillərin texniki xüsusiyyətlərlə uyğunluq qurun. Maksimal sürət 16 idi. Yanacaq növü buxar və ya benzinlə işləyirdi. Təkərləri taxta təkərləri idi təbii ki. İdarə etmə sistemi sadə dükan və əyləc sistemi idi. Deməli 1B, 2A, 1B, 2A bunların ikisi də uyğun, üçü də uyğun gəlir. Sonra 3C, 4 isə D. 1B, 2A, 3C, 4D. Düz elədikdə ardıcıllığı A variant olacaq onda. Deməli 1B, 2A, təkərlər 3C, düzdür. Davam eləyək. Aşağıdakilərdən hansı müasir avtomobillərin əsas xüsusiyyətlərinə daxil deyil? Uşaqlar, indi müasir maşınlarda təbii ki, taxta təkər yoxdur. Digər bütün variantlar var, amma taxta təkərlər indi müasir dövrdə yoxdur belə bir şey. İlk avtomobilin yaradılmasının xronologiyasına, yəni ardıcıllığına görə hansı uyğun gəlir? Birinci hansıydı uşaqlar? Gəlin baxaq. İstehsalat xətti, buxar mühərriki, elektrik avtomobili birinci gələ bilməz. Birinci uşaqlar buxar mühərriki idi. Sonra Benz patent motorvageni idi. Ondan sonra istehsalat xəttindən digər müasir avtomobillərə keçiş olma. Birinci buxar, ikinci Benz patent motorvagen, ən sonda isə istehsalat xətti ilə olan həmin avtomobillər idi. Gəlin indi bura baxaq, görək burada nə deyir bizə. Buxar mühərrikli avtomobillə benzin mühərrikli avtomobil arasında əsas fərq nədir? Əslində fərqlər çoxdur, amma biz mətnimizə dayanaraq, yəni kontekstdən çıxış edərək belə bir fikir deyə bilərik ki, benzin mühərrikləri daha yüngül və istifadəsi daha rahat idi. Burada yanacağın az istifadə edilməsindən söhbət getmir. Daha yüngül və istifadəsinin daha rahat olması insanlarda həmin avtomobillərdən daha çox istifadə eləməyə kömək edir. Çünki buxar mühərrikləri daha ağır idi və onların istifadəsi çətin idi. Aşağıdakı hadisələrdən hansı daha əvvəl baş verib? Təbii ki, ilk buxar mühərrikli avtomobil yaradılıb. Burada baxın, müasir elektrik, Karl Benz, istehsalat xətti. Bunların buradakı ardıcıllığı əsasən də deyə bilərik ki, birinci ilə yaranan nə idi? İlk buxar mühərriki idi. Hansı hadisə 20-ci əsrin əvvəllərində baş vermişdi? Uşaqlar, 20-ci əsrin əvvəllərində nə baş vermişdi? Gəlin baxaq bura. Aha, 1886-cı ildə, yəni 20-ci əsrin əvvəllərində gəlin baxaq. Avtomobil istehsalı daha əlçatan oldu. Bu avtomobillər geniş ictimaiyyət üçün əlverişli idi. Deməli, bütün əksəriyyət insan Henry Fordun istehsalat xətti texnologiyasını tətbiq edərək insanların əksəriyyəti neynədi? Avtomobillərdən istifadə elədi. İlk avtomobilin texniki xüsusiyyətlərini... Biz buradaydıq. Avtomobil istehsalının kütləvi hala gəlməsi, doğrudan da kütləvi hala gəlməsi, daha çox insanların istifadə etməsi 20-ci əsrin əvvəllərinə düşdü, mətndə də olduğu kimi. Məqalədə hansı məlumat əsas məqsədlə təqdim edilir? Burada əsas məqsəd uşaqlar ilk avtomobillərin texniki xüsusiyyətlərini təqdim etməkdir. Sənaye iqtisadi tərəflərindən söhbət getmir. Nəqliyyat vasitəsi olaraq əhəmiyyəti vurğulamaq, o vurğulanır burada, amma əsas məqsəd iqtisadi mülahizələr deyil. Burada ilk avtomobillərin texniki xüsusiyyətlərindən gedir söhbət. B variantıdır. Cərgələrin birində keçdik dil qaydalarına. Eyni səs, müxtəlif səslər hərflə ifadə olunmuşdur. Gəlin baxaq, kino, kərpic, ikisində də K-dir.
yaxın, yelpik. Y. Burada da ikisində də eyni səsi verir. Konfet, kitab. Burada K, K, qələm, qəşəng. Burada fərqli olan C variantıdır. Kitab, konfet və kitab. Yəni K və K. Gəlin davam edək. Burada nə qalıb? Azərbaycan dilindən az qalıb. Arzularının arxasınca get cümləsindəki isim hansı məna növündədir? Deməli, burada bizim ismimiz gördüyünüz kimi arzulardır. Arzuların. Burada mən çox təəssüf edirəm, bəzi şagirdlər burada xüsusi götürmüşdülər insan adı kimi. Burada bu xüsusi isim kimi deyil. Yəni arzularının, qurduğun xəyallarının, fikirləşdiyin arzularının dalınca get mənasındadır. Arzuların dalınca getmək təbii ki, mücərrəd mənalıdır. Burada konkretdən söhbət gedə bilməz. Ümumi götürə bilərdim, amma ümumi götürə bilmirəm, çünki burada mücərrədlik var. Tərəflərin biri ayrılıqda işlənə bilməyən mürəkkəb sifət. Bizə nə deyir? Sifət. Burada bəziləri taxta tuxtanı götürmüşdü, bəzi uşaqlar da bağ-bağat. Burada əslində uşaqlar bizə sifət deyir. Burada bütün variantlarda tərəflərindən biri ayrılıqda işlənə bilmir. Bağatı işlətmirik, səmiri işlətmirik, tuxtanı işlətmirik, körü işlətmirik. Amma bizdən istəyir sifət. Burada sifət olan yalnız kör köhnədir, yəni köhnə. Variantımız deyil, diqqətli olmaq lazım. Gəlin keçək nəyə? Riyaziyyata. Verilmiş şəklə uyğun kəsir hansıdır? Deməli, kəsirin rənglənmiş hissəsi və rənglənməmiş hissəsi var. Biz bu kəsiri ifadə eləmək üçün təbii ki, bütün hamısının məxrəcində göstərib, rənglənmiş hissənin surətində göstərməliyik. Deməli, 3, 6, 9, 12, 15, 18, 21, 24. Deməli, məxrəcim 24-dür. Elə burada da bütün variantlarda gördüyünüz kimi rahat bütün məxrəcləri 24 göstərib. Rənglənmiş hissələri sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 24-də 10. Təbii ki, C variantı. Keçdik digər məsələmizə. Akif 25 almanın 5də 3 hissəsini dostlarına, 5də 1-ni isə özü yedi. Akifin neçə alması qaldı? Deməli, Akifin 25 alması var, düzdürmü? Mən nə edirəm? 25-in əvvəlcə 5də 3-ünü tapıram. Yəni, 25-i 5-ə bölüb, 3-ə vururam, alıram neçə? 25-i 5-ə bölürəm, 5, 5-i də 3-ə vururam, 15. Sonra isə 5də 1-ini neynədir? Özü yedi. 25-i 5-ə bölüb, 1-ə vururam, hissəsini tapıram. O da 25-i 5-ə böləndə 1, o da 5. Deməli, 15 və 5. 15 üstünə 5, 20. 20 dənə alma getdi. 25-dən də 20 çıxanda yerdə neçə qalır? 5. Deməli, qalan neçə oldu? 5 alma. Gəlin baxaq nəyə? Ədəd oxuna. Deyir ki, burada ədəd oxu üzərində göstərilmiş hansı kəsir 2də 1 kəsiri ilə bərabərdir? Əvvəlcə biz nə edəcəyik burada? 2də 1 kəsirinin bərabər olduğu kəsirlər hansılardır uşaqlar? Biz bərabər kəsirləri keçmişik. Surəti və yaxud da məxrəci ikisindən birini eyni ədədə vurmaqla özünə bərabər müxtəlif çox sayda kəsir tapmaq olar. Məsələn, burada mən biri təbii ki 1-ə vurmuruq, özünüz bilirsiniz. 2-yə vururam, 1-i 2-yə vururam, 2, 2-ni 2-yə vururam, 4 və yaxud da 2-ni 3-ə vururam, 6, 4-ü 2-yə vururam, 8. Burada da gördüyünüz kimi 4də 2 kəsiri var. 4də 2 kəsiri də 2də 1 kəsirinə bərabərdir. B variantı. Verilən ədədlərdən biraz mexaniki səhvlər var. Bunu tələsik çıxartdırmışıq biz. Bu hər səhvlərinə fikir verməyin. Verilən ədədlərdən hansında ritmik saymada yanlışlıq var? Gəlin görək burada ritmik sayma, ardıcıllıq necə davam edir? 2600, 700, 800, 900, 100 artım var, yanlışlıq yoxdur. 6700, 800, 900, 70.000. Bəziləri bunu görüb çaşmışlar, amma xeyr, 100 artanda 6900 üstünə 100 gələndə olacaq 70.000. İndi bura baxırıq. Yox, bircə dəqiqə 6900, 7000 olmalıdır uşaqlar. Burada 70.000 verib bizi çaşdırıb təbii ki. Deməli 4500, 600, 700, 800 ardıcıllıq düz gedir. 370, 470, 570, 670. Deməli bütün hamısında ardıcıllıq düz gedir. Sadəcə 6900 üstünə 100 gəndə 7000 edir. Bu 70.000 götürüb. Mən elə bildim burada da səhvliyəm, amma yox, səhvimiz buradadır. Çünki bizdən yanlışlıq istəyir. Aşağıdakılardan hansı
doğrudur. Deməli 85 onluqlara qədər yuvarlaqlaşdıqda 90 alınır. Bu düzdür. 4750 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda bu ədəd ola bilməz təbii ki. 1090 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 1000 alınır. Təbii ki 1000 alınmır, 1100 alınır. Bu da səhvdir. Burada uşaqlar mexaniki səhv düşüb. 2545'dir bu. 2545 ədədini minliklərə qədər yuvarlaqlaşdırdıqda 5 artdığına görə olur neçə? 3000. Deməli bizim doğru cavabımız 1-ci və 4-cü variantlardır. İndi bura baxaq. Verilənlərin birində səhv müqayisə vardı. Gəlin baxaq. Deməli, rəqəmləri böyür, ədədlər böyüdür. Mən fikir verirəm. 5 rəqəmli, bu bundan böyüdür. Bu da 6 rəqəmli. Bu bizi çaşdırmaq üçün 56-na başlayıb. Bu da bundan böyüdür. Bu düzdür deməli. İndi bura baxıram. 87614 böyüdür bundan. Bu böyüdür bundan. Bu da belə olmağı. Bir dəqiqə. Bu düz. Burada uşaqlar fikir verin. Bu bundan böyüdür. Bu da bundan belə böyük ola bilər. Xeyr, bu bundan heç vaxt böyük ola bilməz. 99063 78910-dan böyüdür. Və 87614 də 78910-dan böyüdür. Amma burada isə bu tərəf düzdür. Amma bu tərəf isə səhvdir. Bu 4 rəqəmli, bu 5 rəqəmli. Səhv olan budur. D variantı. İndi burada bizə nə deyir? Deyir, ardıcıllığın 10-cu həddi neçədir? Gəlin baxaq görək ardıcıllığımız necə davam edir. Gördüyünüz kimi ardıcıllıq uşaqlar. 1, 3, 5. Gördüyünüz kimi 2 artır. Və bizdən 10-cu həddi istəyir. Gəlin yazaq. Baxın 1, 3, 5, 7, 9, 11, 13, 15. Baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 15'in üstünə 2, 17, o da 19. Deməli 10-cu həddimiz neçə oldu? 19 oldu. Söhbət 2-2 ritmik saymadan gedir. Verilənlərdən hansı səhvdir? Toplananların yerini dəyişdikdə cəm dəyişmir. Bu düzdür. Burada səhv bir şey yoxdur. Cəm hər zaman toplananlardan böyükdür. Düzdür. Cəmimiz hər zaman toplananlardan böyük olur. Fərqlə azalanın cəmi çıxılanı verir. Gəlin baxaq. Azalan, çıxılan fərq. Biz bilirik ki, azalan həmişə ən böyük olur. Fərqlə azalanı toplayıb heç vaxt çıxılan ala bilmərik. Fərqlə çıxılanı toplayıb azalanı ala bilərik. Burada bu variant səhvdir. Bura baxaq. Sonu 0 və 5 ilə bitənlər 5-ə bölünür. Qalıqsız düzdür. Səhv variant C-dir. İndi bura baxırıq. Uşaqlar K nöqtəsini ədəd oxunda hansına uyğun gəlir? Mən fikir verdim. Bəzi uşaqlar burada K nöqtəsini 4-dən 2 kimi götürmüşdülər. Amma uşaqlar, əslində bu 4də 1-dir və mən sizə rahat yolunu deyim ki, bilirsiniz ki, kəsir oxu kimi belə bir oxlarda 4də 4 ilə əgər bitirsə, 4də 4-ü mən bura qoyuram. Bu 4də 3, bu 4də 2, bu 4də 1. Bu isə 0-ın başlanğıcıdır. Burada doğru variant 4də 1-dir. 4də 2 yazan yoldaşlarımız isə səhvə yol veriblər. İndi gəlin baxaq buna. Bir gəmidə 165 qadın və 213 kişi sərnişin var. Uşaq sərnişinlərin sayı kişilərin sayından 125 nəfər az olduğuna gəmidə cəmi 2 nəfər var. Deməli, uşaqların sayını mən fikir verdim ki, çox mənim şagirdim çaşıb qadınların sayından çıxmışdı. Amma biz isə kişilərin sayından deyir. Deməli, mən nə edəcəm? 213-dür kişilərin sayı. Çıxacam 125-i. Alacam neçə? Deməli, 13-dən 5 çıxacam, olacaq 8. Burada 0 qalmışdı. Ondan 2 çıxacam, 8. Birdən də 1 çıxanda 0. Deməli, 88 nəfər uşaq imiş, düzdürmü? Və sonra mən nə edəcəm? 165 ilə 213 toplayacam, olacaq neçə? 378. Və 378-in də üstünə 88 gələcəm. 6 yazırıq bir yadda, 6 yazırıq bir yadda 4.
466 nəfər gəmidə ümumi adam var imiş. Qrafikdə bir məktəbdə 4-cü sinifdə olan şagirdlərin sayı verilib. Əgər bu siniflərdə 91 qız təhsil alırsa, 4-cü siniflər üzrə təhsil alan oğlan şagirdlərin sayını tapın. Deməli, burada uşaqlar, baxın, bu sual buradadır, amma bunun cədvəli buradadır. Burada uşaqların saylarıdır. Və burada isə cəmi 91 qız var. Deməli, oğlanların sayını bilmirik. 4 dənə 4-cü siniflərin A, B, C, D, Y, 5 dənə sinifdə cəmi 91 dənə qız var. Bunu bura qeyd edirik, bu bizə lazım olacaq. Amma oğlanların sayını bizə demir. Biz özümüz tapırıq cədvələ əsasən. Deməli, 4A sinifində 30 oğlan. Yazdım 30 üstə gəl. 4B sinifində 20 oğlan. 4C sinifində 40 oğlan. 4D sinifində yenə 30. 4Y sinifində 50. Burada uşaqların sayıdır cəmi. Sonra biz bunun qız oğlanına ayırt eləyəcəyik. Deməli, burada toplayacaq bunların hər birini. 30-dan 20, 50, 50-nin üstünə 40, 90, 90-ın üstünə 30. 120, 120 üstünə 50, 170. Deməli, cəmi uşaqların sayı 170'dir. Amma qızların da sayını bilirik 91'dir. Ona görə də biz 170 dedikdə buna 30, 50, 90, 120, 170. Bundan çıxacam nəyi? 91'i. Yəni qızların sayını ki, oğlanları tapın. Ondan 1 çıxanda 9. Burada qalmışdı neçə? 6. 16'dan da 9 çıxanda oldu 79. Deməli, burada 91 qız, 79 dənə isə oğlan var. İndi bura baxırıq. Verilənlərə əsasən EYB bucağını tapın. Deməli, bizə verib bir dənə qəşəng qarışıq bucaq verib. Və burada bizə məlumat verir ki, ABD bərabərdir nəyə? YBC-yə. Bunun bərabər olduğunu bilmək bizim üçün çox vacibdir. Niyə vacibdir? Çünki burada bizə deyir ki, DYB 80'dir. DBY əgər 80'dirsə, bura uşaqlar. Biz bilirik ki, açıq dərəcəli bucağın dərəcəsi 180 dərəcədir, düzdürmü? Və mən isə bunun 80 olduğunu bilirəm. 180'dən 80'in çıxacağım, yerdə qalacaq nə? 100 dərəcə, düzdür? Daha sonra məndən YBC bucağını istəyir. Və burada göstərir ki, ABD ilə YBC bərabərdir. Yəni, bunların ölçüləri uşaqlar eynidir. Və mən bunların ölçüsü eyni olduğuna görə neyniyəcəm? 100'ü böləcəm 2'yə. 100'ü də 2'yə böləndə alacam neçə? 50. Deməli, bu iki tərəfin bucağının cəmi yox. Biri 50'dir. Bura yazaq 50 dərəcə, bu da 50 dərəcə. Toplayırıq. 50, 50, 100, 180. Deməli, bizdən soruşduğu YBC bucağı, o da 50 dərəcə. İndi görək burada nə deyir məsələdə. Bir fermer 4200 kilogram almalarının yarısını bir topdan satınçıya verdi. Yarısı deyirsə, deməli mən bunu 2'yə bölməliyəm. 4200 də yarıya böləndə qalacaq 2100. Bura qeyd edirəm özüm üçün tez, vaxt itirmədən. Sonra mənə nə deyir? Qalanını isə 10 meyvəçiyə bərabər paylamışdım. Bərabər deyirsə mən 2100'ü nə edirəm? Bölürəm 10'a. Belə bölməyə ehtiyac yoxdur, amma yenə də 21'in içində 10. Bir dəfə, 2 dəfə, 20. Bir dəfə, bu da 0 gəldi, 210. Sonra bizə nə deyir? Buna görə hər meyvəçi neçə kilogram alma almışdım. Deməli, topdan satışçını istəmir. Bizdə sonda yalnız o bərabər bölünənləri istəyir. Çünki meyvəçi də bərabər bölünmüşdü. Meyvəçiyə isə cəmi 210 kilogram düşmüşdü. C variantı. Davam edək. Bir məktəbdə 18 qadın müəllim, qadın müəllimlərin sayının 2 qatından 9 az kişi müəllim var. Deməli, 18 müəllimin, qadın müəllimin sayının 2 qatından 9 dənə az kişi müəllim var. Mən hələ suala gəlib çıxmamış, burada özüm üçün bir qeyd aparıram. 18'i 2'yə vuracam, 2 qatı deyir və 9 çıxacam. 18'i 2'yə vuranda alacam neçə? 36, 36'dan 9 çıxacam. 36'dan 9 çıxanda neçə qalacaq? 27.
Deməli, kişi müəllimləri 27. Artıq mən bunu burada tapdım, qeyd elədim. Məktəbdəki şagirdlərin sayı isə müəllimlərin sayının 27 qatına bərabərdir. Deməli, uşaqlar, deyir müəllimlərin sayının 27 qatına bərabərdir. Mənə demir ki, ya qadın müəllimi, ya kişi müəllimi. Ona görə mən nə edəcəm? Qadın və kişini toplayıb 27-yə vuracam. Çünki ümumi müəllimlərin sayını deyir. 18 qadın idi, 25 də, üzr istəyirəm, 27 də kişi müəllim idi. 18-dən 27 toplayanda neçə eləyəcək? 8-in üstünə 7 gələcəm, olacaq 15. 5 yazacağım bir yadda. 1-in üstünə 2, 3, bir də yadda 4. Deməli, 45 dənə müəllim var. Və bu müəllimin 27 qatına bərabər uşaqdır. İndi mən burada vurmalıyam. 7 vur 5, 35, 3 yadda. 7 vur 4, 28. 28-in də üstünə 3 gələndə 31. 2 dəfə 5-in 10, 0 yazıram. 1 yadda, 2 dəfə 4-ün 8, 1 yadda 9. İndi toplayıram. 5, 1, 9 üstünə 3, 12. Deyəcəyiz ki, burada variant yoxdur. Təbii ki, variant olmayacaq. Çünki burada bizə deyir ki, biz burada uşaqların sayını tapdıq, düzdür. Çünki müəllimlərin 27 qatına bərabərdir. İndi bizə deyir ki, məktəbdəki ümumi şagird və müəllimlərin sayını şagirdləri tapdıq. Müəllimlər isə 45 idi. Üzr istəyirəm. Üzərinə 45 gələcək. 0 yazırıq bir yadda. 5, 6, 2, 1. 1260. Bu 60'dı, belə görünməyinə baxmayın. Özür istəyirəm uşaqlar. Gəlin görək burada bizim digər hansı məsələlərimiz var. Burada bizdə nə istəyir? Aşağıdakı şəkillərdən hansının simmetriya oxu yoxdur? Bunu böləndə simmetrik düşür. Bunu da bölsəm simmetrik düşər. Bunu da bölsəm simmetrik. Amma bunu böləndə baxın, üstündəki xallar, ləkələri tamam fərqlənir və bu simmetrik sayılmır. D variantı. Nuray yeni aldığı kompüter için 935 AZ'nin ilkin ödəniş eləyib. Qalan məbləği isə 139 AZ'lik 9 aylıq kreditlə ödəyib. Buna görə Nuray kompüter neçə AZ'ni ödəyib. Deməli, uşaqlar 935 AZ'ni saxlayırıq bir kənarda. Çünki bunu ilkin ödəniş eləyib. Daha sonra 9 ay ödəyib və hər ayda 139 manat ödəyib. Mən 139'u 9'a vurmalıyım və aldığım cavabı ilkin ödənişlə toplamalıyam ki, Nurayın aldığı kompüterin qiymətini tapa bilim. Deməli, 9'u 9'a vururam, 81, 8 yadda. 9'u 3'ə vururam, 27, 27'nin üzərinə yadda qalan 8'i gəlirəm. Olur 35, 5 yazıram, 3 yadda. 9'u 1'ə vururam, 9, 3 də yadda 12. 1251 nədir? Bizim 6 aylıq, 9 aylıq kreditimizdir. Üzərinə isə 935'i gəlirəm, ilkin ödəniş. 6, 2 yazırıq bir yadda, 2 yazırıq bir yadda, 2. 2200, hesablamadıq nəysə. Bir dəqiqə. 6, üzr istəyirəm uşaqlar, mən çıxmışam, burada 5-dən 3'ü çıxıb, 3'ü gəlib, toplama əvəzinə çıxmışam, bu 8, 2'nin üstünə 9 gələndə 11, 1 yazırıq bir yadda, bu da 2, 2186. Üzrü sayın uşaqlar. Yelin axırı hamımızda yorğunluqdur. Davam eləyək, şəkilə əsasən OC parçasının uzunluğunu 12 santimetrdir. Buna əsasən AB parçasının uzunluğunu tapın. Deməli, uşaqlar, OC parçası ilə özü nədir? Radiusdur. 12'dir. Biz də bilirik ki, bu görün uşaqlar, hər bir tərəf bir-birinə bərabərdir. Əgər bu 12 santimetrdirsə, yəni bir hissə 12'dirsə, mən bunu asanlıqla 12'ni 2'yə vurmalıyam ki, parçanın uzunluğunu tapım. 12'ni də 2'yə vuranda 24 olacaq. B variantı. Burada nə istəyir bizdən? A, B və C ifadələrinin cəmini istəyir. Biz əvvəlcə bu rəqəmləri tapaq. Deməli, A-nın üstünə 38 gəlib 94 alıb. Deməli, mən nə etməliyəm? 94-dən 38 çıxmalıyam ki, A-nın qiymətini tapım. 94 çıx 38. Gəlin çıxaq. 14-dən 8 çıxanda qalacaq neçə? Burada 6, burada 8-dən çıxanda 5. Deməli, A 56'dır.
Deməli, B-dən A-nı çıxanda 42 alıb. Mən də bilirəm ki, A 56-dır. Bura 56 da yaza bilərəm. Və təbii ki, bu ikisini toplamalıyam ki, B-nin cavabını alım. 56 ilə 42-ni toplayanda olacaq neçə? 98. Bura yazıram B-nin üstünə 98. Siz əmin olmaq üçün uşaqlar, mən məsləhət görürəm ki, qarlamada hesablayın. Balaca misaldır, kiçikdir, fərq etməz yox. Bəzən sürüşdürmə edirik, çaşırıq. Ona görə də elə qıraqda hesablayın, belə mənim kimi. Burada düzdür, mən hesablamam, amma siz hesablayın. B-ni də tapdıq. İndi B ilə C-ni toplayıb 117 alıb, düzdürmü? Deməli, 117-dən mən 98-i çıxmalıyam ki, C-ni tapım. Çıxma içərisində qoyaq, bayaq kimi çaşdırmayım. Deməli, 17-dən 8 çıxanda qalacaq neçə? Burada 9, burada 0 olmuş. Onun 9 çıxanda 1. Bu təbii ki, 0-dır. Deməli, C-min qiyməti 19-dur. Və məndən nə istəyir? A, B və C-nin cəmini. Gəlin yazaq. A 56, B 98, C isə 19 tapdıq. Gəlin toplayaq. Deməli, 8-in üstünə 6 gələndə 14, 14-ün üstünə 9 gələndə bir dəqiqə. 5-in üstünə 8 gələndə 23. 3 yazırıq. Kağıtda 10, 15, 15-in üstünə 2, 17. Deməli, uşaqlar, cavabımız 173. Burada da gördüyünüz kimi 173 variantımız var. İndi burada bizə deyir ki, cədvəl verilib, yəni cədvəl yuxarıdadır. Və bu cədvəli hansı səhvdir, verilənlərə baxaq. Gəlin cədvəldə verilənlərə baxaq, tapaq. Sonrasında nəyin səhv olduğunu qeyd edək. Deməli, sinifləri verib 1-ci, 2-ci, 3-cü, 4-cü sinif. Və ümumi şagird sayılarını verib, bunu da verməyib. Ümumi şagird sayına uyğun oğlan qıza təyin etmək lazımdır. Deməli, bir sinifdə, yəni 1-ci sinifdə ümumi 190 şagird var. Qızı 90-dırsa, 190-dan 90 çıxıram, 100-ü oğlandır. Burada isə ümumini verib, oğlanı verib, qızı tapacaq. 195-dən 85-ini çıxacağım. Olacaq 110 nəfər qız. Burada isə toplayacağım ümumini tapmaq üçün. 0 yazırıq, 1 yadda. 2, 2, 220. İndi bura baxıram. Burada isə ümumi sayı verib, qızı verib, oğlan tapıram. Burada da 100 nəfər də oğlandır. İndi gəlin baxaq variantlara. Artıq cədvəlimizi təyin eləmişik. Deyir, 3-cü və 4-cü sinifdə şagird sayı bərabərdir. 3-cü və 4-cü sinifdə şagird sayı bir-birinə bərabərdir. Bu düzdür. 1-ci və 4-cü siniflərdə oğlan uşaqlarının sayı bərabərdir. 1-ci və 4-cü sinifdə, bəli, bərabərdir. Bu da düz. Bu məktəbdə oğlanların sayı qızların sayından çoxdur. Deməli, mən nə etməliyəm? Ümumi sayıya baxmıram, oğlanların sayını toplayıram, sonra da qızların sayını və fərqə baxıram. Bizə deyir ki, burada oğlanların sayı çoxdur. Gəlin baxaq. 9, 110, 200, 305, 305-in də üzərinə 120 gələndə, 305-in üzərinə 120 gələndə olacaq 425. Deməli, 425 qızdır. İndi oğlanlara baxırıq. 100, 185. 185-in üstünə 115 gələndə eləyəcək 300, 300-də 100, 400. Deməli, uşaqlar burada səhv deyir. Əksinə, qızların sayı oğlanların sayından çoxdur. Bu səhvdir. İndi buna baxaq. Bu məktəbdə ibtidai sinifdə 440 şagird təhsil alır. İbtidai sinif üzrə 440 şagird təhsil alır. Gəlin baxaq. 220, 220, 440. Bircə dəqiqə, oğlanların sayı qızlardan çoxdur. Bu səhv idi. Məktəbdə indi bura baxırıq. İbtidai sinifdə 440 şagird təhsil alır. Gəlin baxaq, 190, 195. Hansı olacaq? Ümumi deyir. İbtidai sinifdə 440 şagird. 90, 195. Burada uşaqlar sayı çox olur axı. Bu da səhvdir. İbtidai sinif üzrə 440 şagird təhsil alınır. Görək nədə səhvə yol vermişik ay uşaqlar. Oğlanların sayı qızlardan çox. Gəlin bir də toplayaq onda. Bəlkə burada səhvə yol vermişik. Deməli, 90-ın üstünə 110 gələndə 200. 200-ün üstünə
105 gələndə, burada səhvə yol vermişik ya uşaqlar. 200-ün üzərinə 105 gələndə Ecik 305. 305'in de üstüne 120 geldi. 425 eləyir də. 305'in üstüne 120 gələndə 425. Burada ama 100, 185. 185'in de üstüne 115 gələndə 300, bu da 400. Yaxşı, bəs onda burada hansı variant səhv olacaq? Oğlanların sayı qızdan çox deyir. Burada 440 şagirdi necə qəbul edə bilərik biz ümumi? Ümumi 440 təhsil almağı uşaqlar düz qəbul edə bilərik. Çünki 440-dan çox da olsa, ən azından yəni bu hardasa doğruluq göstərə bilər. Amma oğlanların sayı qızların sayına qəti şəkildə artıq deyil. Deməli, mən elə burada C-ni götürürəm. Əgər əlavə bir fikriniz varsa, daha bir məntiqli fikriniz varsa, burada mənim üçün rəylərdə yaza bilərsiniz. Əlavə məlumat öyrənmiş olarıq. Verilənlərdən hansı kubun açılışı deyil? Bu açılışıdır. Bu 100% açılışıdır. Burada bununla bunu öz-üzə qatladığımız zaman bu da açılış ola bilər, amma bu isə kubun açılışı ola bilməz uşaqlar. Burada bizə nə deyir? Şəklə əsasən BAC bucağı 38'dir. Hanı BAC? BAC. Bu 38'dir. Deyir DAC bucağını tapın. Hanı DAC? DAC. Buranı istəyir bizdən. Uşaqlar, bildiyiniz kimi bu 180 dərəcəli bucaqdır. 180 dərəcədən mən əvvəlcə 90'lı çıxıram. Niyə çıxıram 90'lı? Çünki yarı hissəsini tam-tamına bölüb, burada baxın bucağını da göstərib. Bura 90 dərəcəli bucaqdır. Və bu 90 dərəcəni çıxanda 180'dan qalacaq 90. Həmin 90 dərəcəli bucağını isə BAC-si 38'dir və mən 90'dan, yəni burada qalan 90'dan 38'ini çıxıram ki, bu hissəni tapım. Ondan 8 çıxıram 2, 8'dən də 3 çıxıram 5. Cavab olur neçə? 52. A variantı olur, yəni 52 dərəcəli bucaqdır. İndi bura baxırıq, deyir ki, şəklə əsasən hansı saatda kör bucaq əmələ gəlir? Gəlin baxaq kör bucağa. Əvvəlcə neyini saatı təyin edək? 13:20. Deməli, günorta saat 2'yə işləyib 20 dəqiqə. Sonra bu iti bucağa oxşuyur, görürsünüz. Belə baxanda düz bucağa da oxşuyur, nəysə. İndi bura baxaq. 18:45. 18 neçədir? 6, 45. Bu düz bucaqdır. İndi bura baxırıq 22:00. Biri belə, bir də belə. Burada heç bir bucaq yoxdur. Burada 7:00. Bu 7, bu isə 00. Gördüyünüz kimi uşaqlar, kör bucaq burada yarandı. D variantını alırıq. Asifin evindən məktəbə qədər olan məsafə bu qədərdir. Asif məktəbə piyada gedib gəldiyinə görə bir həftə neçə metr yol getmişdi? 5 günlük məktəb. Yəni Asifin bir həftədə 5 gün məktəbə gedir. Yəni biz də hamımız əksəriyyət məktəblər 5 gün gedirik. Burada bizə nə deyir? Deyir ki, evindən məktəbə qədər olan məsafə 725 metrdir. 725'i mən nəyə vurmalıyam? 5'ə vurmalıyam. Və sonra isə onu toplamalıyam. Deyəcəm nə ilə? 725'i gəlin əvvəlcə 5'ə vuraq. 5 dəfə 5'in 25. 2 yadda. 5 dəfə 2'nin 10. 2 də yadda 12. 2 yazıram, 1 yadda. 5 dəfə 7 35. 1 də yadda 36. Burada təbii ki o variant olmayacaq. Niyə olmayacaq? Çünki məktəbə qədər olan məsafə bu qədər də düzdür. Axı bu məktəbə gedəndən sonra evə də qayıdır. Məktəbə gedib gəldiyinə görə. Biz bunun getdiyi yol tapdıq. İndi bunun üstünə də gələ bilərik. Elə 3625 və yaxud da 3625'i 2 ilə vura bilərdik. Kimə necə rahat dildə hesablasın. Mən burada aydın görünsün deyə toplam elədim. 1 yadda, bu 5. 2 yazırıq, 1 yadda 7. 7250 metr yol gedir. Gedir və qayıdır. Həm getdiyi, həm qayıtdığını tapdıq. 5 günlük dərsə getməyi nəzərə alaraq. İndi bu məsələyə keçirik. Murad Parkda birinci gün bu qədər atdım. İkinci gün bu qədər çox atdım. Üçüncü gün isə birinci və ikinci gün bu qədər az. Deməli, mən ikinci günü tapmalıyam tez.
Burada qırağı da hesablayıram uşaqlar. 2445-dən nə qədər çox? 323 addım. Əvvəlcə ikinci günü tapmalıyıq ki, sonra üçüncü günə keçək. Deməli 8, 6, 7, 2. İkinci gün nə qədər oldu? 2768. Sonra nə deyir? Üçüncü gün isə birinci və ikinci gündən bu qədər azdır. Deməli, mən birinci gündən ikinci günü toplamalıyım. Buranı belə quş qoyum, qarışdırmayaq. 2768-in üstlərinə 2445 gələcəm və nə edəcəm? Toplayacağım. Sonra da topladığım saydan 212-ni çıxacağım. Gəlin əvvəl toplayaq. 8-in üstünə 5 gələndə eləyəcək neçə? 13. 3 yazıram bir yadda, 11 bir yadda, 2 bir yadda, 4, 5. Və buna da çıxacağım nəyi? 213'ü. Bircə dəqiqə 8 üstünə 5 gələndə 13 yazıram bir yadda. 212'ni çıxıram. 212. Təbii ki yerdə 5001 qalır. C variantı. Kamil, Fidan, Dərya və Həsənin pullarının cəmi bu qədərdir. Kamilin pulu bu qədərdir. Fidanın pulu bu qədərdir. Dəryanın pulu Kamilin və Fidanın pullarının cəmi qədərdir. Deməli, mən nə edəcəm? Kamillə Fidanın pulunu toplamalıyam ki, mən Dəryanın pulunu tapım. Kamil 2125. Yazıram bura 2125. Üstünə gəlirəm nəyi? 1253. Alıram 8, 7, 3, 3. Deməli, Dəryanın pulunu tapdıq. Bu Dəryanın puludur. Həsənin pulunu soruşur deyə mən nə etməliyəm uşaqlar? Cəmi bu qədər pulları var bu uşaqların. Bu kimin idi? Bu Kamilin puludur. Bu Fidanın puludur. Bu da Dəryanın puludur. Və məndən Həsəni soruşduğuna görə mən bunların üçünü toplayıb 9850-dən çıxmalıyam. Bunun üçün nə etməliyəm? Belə bura üstə gəl qoyuram, belə bir də əlavə yazmır və üçünü bir yerdə indi toplayıram. Deməli, 8-in üstünə 8, 16. 6 yazıram bir yadda. 7-nin üstünə 7, 14, bir də yadda 15, yenə bir yadda. 3, 3, 6, bir də yadda 7, 3, 3, 6, 6750 və sonra isə cəmi neçə idi? 9850. Çıxıram. Üçünün bir yerdə pulunu ki, sonuncu Həsənin pulunu tam. Axı burada 4 uşağın puludur. Bu 9850 4 uşağın puludur. Ondan 6 çıxıram. 4, 14-dən 5 çıxıram. 9, 7-dən 7 çıxıram. 0, 9-dan 6 çıxıram. 3. 3094. Burada bizə nə deyir uşaqlar? Tənliyi həll eləməyimizi istəyir. Tənliyi də gördüyünüz kimi uşaqlar mötərizənin içində verib. Mən əvvəlcə nə etməliyəm? 366-dan 36-nı çıxmalıyam. Mötərizənin kənarına hələ mötərizənin içinə girə bilmirəm, çünki x var. 366-dan 36-nı çıxanda yerdə neçə qalacaq? 330. Deməli, mən bu 330-dan da 154-ü çıxmalıyım ki, buradakı x-i tapım. 330-dan 154 çıxıram. Ondan 4 çıxanda qaldı burada 6. 12-dən də 5 çıxanda burada isə qalmışdı. 2-dən də 1 çıxanda 1. 176. Deməli, mənim x-imin qiyməti neçədir? 176. İndi bura baxırıq. Burada bizə nə deyir uşaqlar? Gördüyünüz kimi tənliyi verib. Tənlikdə nə deyir bizə? İfadənin qiymətini tapın. Çıx da var burada. Amma toplamalar var. X-ları toplayıram. 3-ün üstünə 2, 5x, 5x-in üstünə 6, 11x. Tənliyim olur 6x, üzr istəyirəm 11x. 5-in üstünə 6 gəndə 11x. Çıx 25. 11x çıx 25. Cavab budur. Bir basketbol oyununun 980 qadın, bu qədər kişi, uşaq, bu qədər kişi azarkeş izləyir. 400 nəfərlik tutuma daxildir. Deməli, salonda ancaq 4000 nəfər otura bilir. Mən də 400 istəyirəm. Neçə oturacaq boş qalır. Və mən nə etməliyəm? Bütün azarkeşlərin cəmini tapıram. Sonra isə salondakı oturacaqların sayından insanların sayını çıxıram. Deməli, nə edirəm? 980
üzərinə gəlirəm 954. 10 üzərinə gəlirəm 1986-nı. Gəlin toplayaq. 0 yazıram bir yadda. 16, 16'nın da üstünə 5, 21, bir də yadda 22. 2 yazıram 2 yadda. 9 dəfə üçün 27, 2 də yadda 29. 9 yazıram 2 yadda. 1, 2 də yadda 3, 3920. Deməli 4000 nəfərlik də salonda yer var. Yəni ancaq bu qədər insan tutur. Və mənim də azarkeşlərim 3920-dir. O da bərabər olur nəyə? 4000-dən 3920 çıxanda yerdə qalır 80. 80 dənə oturacağım boş qalır mənim. Radiusları 8, 12 və 17 sm olan bir-birinə toxunan çevrələrin daxilinə çəkilmiş üçbucaq. Burada mən balaca bir dənə çəkeyim sizin üçün ki, aydın olsun sizin üçün rahat. Və burada belə biraz sərgəssiz oldu uşaq, belə bir üçbucaq çəksəm, 8, 8. Ya da bura 12 verə bilərdik, eyb yox. 17, 17, 12, 12. Yəni bu mən niyə görə belə çəkdim sizin üçün? Yəni bunların hər biri, radiusların hər biri 2-yə vurulmalıdır. Sonra toplanmalıdır. 8 vur 2, 12 vur 2, 17 vur 2. 16, 24, 34. Və toplayıram bunların cəmini. Olur neçə? Perimetrin deyir deyə mən toplayıram. Perimetrin deməsəydi toplamayacaqdım. Deməli 16-dan 24 elədi 40, 40 olsun 34, 74. Perimetrim 74'dür. İndi bura baxıram 4000'lik 5 onluqdan ibarət olan ədəd ilə 4000'lik 5 dənə də onluq neçə olacaq? 4050. Bu ədəd ilə 3978 fərqi. 3978'in fərqini istəyir bizdən. Gəlin tapaq. Ondan 8 çıxıram. 2. Burada 4 qalmışdı. Buradan götürə bilmirəm. Buradan götürürəm. 14'dən 7 çıxıram. 7. 9, 9 çıxanda 0. Yəni bunda çıxmağa ehtiyac yoxdur da. Burada çünki vermişdim. 9, 11, 9, 9, 0. Deməli, ədəd neçədir? 72. Uşaqlar, ümid edirəm çox yorucu olmadı sizin üçün. Mən də sizinlə bir yerdə elə bir doğru variantları işlədim. Bilirsiniz ki, yorğun oluruq. Bəzən qarşılıqlar ola bilir. Siz bizdən daha iti yaddaşınız var. Siz bizdən gözünüz daha itidir. Yəni, nəysə bir səhvi daha tez tapa bilirsiniz. Əgər mexaniki səhvlərə görə də üzürlü sayın tələsik olaraq çıxartdırdığımız bir monitorinqdir ki, uşaqları monitorinqlərə hazırlamaq üçün. Üzümüzə gələn yaxın günlərdə, 1-2 gün ərzində mənim növbəti belə bir monitorinq videom olacaq. Ümid edirəm uşaqlar hər biriniz üçün yararlı oldu və hər birinizə uğurlar arzu edirəm.